Sentyabrın 31-də dünyanın dörd bir yanında milyonlarla insan qorxu, fantaziya və əyləncə dolu bir gecəni Halloween-i qeyd edir. Bu bayram son illər Azərbaycanda da xüsusilə gənclər və məktəblər arasında maraqla qarşılanır. Halloween-in tarixi qədim keltlərə gedib çıxır. Onlar bu gecəni ölülərlə dirilər arasında sərhədin açıldığı, ruhların yer üzünə qayıtdığı vaxt kimi qəbul edirdilər. Zaman keçdikcə bu inanclar xristian ənənələri ilə birləşərək dəyişdi və bugünkü əyləncəli və rəngarəng formaya düşdü. Elə biz də bu maraqlı ab-havanı hiss etmək üçün şəhərdəki Halloween paltarları və aksesuarları satılan mağazalara üz tutduq. Bayram ərəfəsində vəziyyətlə maraqlandıq. Biz 10 ildir bu işlə məşğuluq. Azərbaycana ilk Halloween partisini biz dəbə salmışıq, belə deyək. Keçən illərə nisbətən bu il tələbat çoxdur. Ən çox da böyüklərdə. Keçən ildə kimi uşaqlardaydı. Bu il isə böyüklərdə görürəm ki, uşaqlardan çoxdur tələbat. Ən çox bayrama uyğun nələr satılır? Aksesuarlardır və ən əsası da bizdə geyimlərdir. 100-dən çox bizim geyimlərimiz var, uşaq üçün, böyük üçün. Elə insan var ki, bayram kimi qeyd edir. Elə insan var ki, etmir. Biz özümüz də bayram günü partidə oluruq. Halloween deyəndə ağla ilk gələn qorxulu, amma yaradıcı kostyumlarla yanaşı şirniyyat paylamaq adəti və əlbəttə ki, maraqlı feysatlardır. Artıq bəzi məktəblərdə, uşaq mərkəzlərində və hətta fərdi evlərdə uşaqlar obrazlara girərək bayram tədbirləri keçirirlər. Halloween-da mən biraz fərqli baxıram. Qrimlərimdə də çalışıram ki, biraz karnaval tərzi olsun. Yəni belə deyim də biz il boyu standart həyat yaşayırıq. Bir də haçan qrim eləyəcəyik. Yeni ildə bunu eləyə bilmirik Novruzda, amma Halloween bizim üçün fərqli obraza girməyə bir şansdır. İnanın ki, uşaqlar qədər böyüklər də bu günü gözləyir. İnanın ətrafımda bunun üçün xüsusi kostyumlar tikdirən, nə bilim, aksesuarlar alan, özəl qrimlər seçən insanlar var ki, mən də onlara obrazlarına yaxınlaşmağa, obrazları yaratmağa kömək edirəm. Rəssam Yəmən xanım bizim üçün Halloween ruhunda fərqli bir obraz yaratdı. Əsasən filmdən qəhrəmanlar olur. Joker, Harley Quinn, sonra Avatar. Oğlanlar əsasən skelet sevirlər, Hulk olur misal üçün. Əsasən qəhrəmanlar, super qəhrəmanlar, sonra belə bir fatamız var. Bu ölü gəlin fatasıdır təəssüf ki. Sonra Black Swan'in tacı misal üçün burada. Lələklər və s. Baxın, bu Avatardan. Avatarın hörükləridir, hansı ki istifadə olunub qrimdə və s. Halloween hər nə qədər qorxulu görünsə də, əslində yaradıcılığın, əyləncənin və birliyin bayramıdır. Əsas olan bu günü xoş əhval-ruhiyyə və fantaziya ilə qeyd etməkdir.